Azərbaycan alimlərinin səsi artıq dünyanın elmi tribunalarında daha aydın eşidiləcək, çünki ölkə elmində illərdir gözlənilən bir yenilik gerçəkləşir. Cambridge Universiteti ilə əldə olunan razılaşma tədqiqatçılar üçün beynəlxalq elmi jurnalların qapısını açır. İndi hər bir alim öz ideyasını dünya elmi ilə bölüşmək azadlığına sahibdir. Bu isə təkcə elmin deyil, düşüncənin sərhədlərinin də genişlənməsi deməkdir. 15 ildir neytron selinin nanomateriallar üzərində yaratdığı effektləri tədqiq edən Elçin Hüseynov Azərbaycanın beynəlxalq elmi mühitdə söz sahibi olan alimlərindəndir. O, ölkənin ən gənc professor adını qazanıb. Deyir, uşaqlıqdan həvəsli şəkildə fizika sahəsinə yönəlib. İlk təcrübələrini Sloveniyanın Josef Stefan İnstitutunda aparıb. Daha sonra Amerika Birləşmiş Ştatları, Fransa, Belçika və İspaniyada müxtəlif elmi layihələrdə iştirak edib. Son zamanlar elmə göstərilən diqqət həqiqətən məni çox sevindirir bir alim olaraq. Çünki son 5 ilə qədər biz Azərbaycanda, mən digər laboratoriyalarda Avropada və Amerika Birləşmiş Ştatlarında açıq idi elə. Təəssüflər olsun ki, son 5 ilə qədər Azərbaycanda bu mümkün deyil. Yəni biz Azərbaycanda məqalələri açıb birbaşa oxuya bilmirik. Əgər açıq çap olunursa, bütün dünyada açıq girib oxuya bilirlər. Müsahibim deyir ki, elmi jurnallarda məqalə dərc etdirmək həm vaxt, həm də yüksək maliyyə tələb edən prosesdir. Ödənişlər yüksək olduğuna görə çox vaxt alimlər məqalələrini açıq əlçatan etmirlər və nəticədə tədqiqatların geniş oxucu kütləsinə çatması məhdudlaşır. Lakin bundan sonra Azərbaycan alimləri yazılarını sərbəst şəkildə dünya elmi ilə bölüşmə imkanı qazanacaqlar. Elm və Təhsil Nazirliyi və nüfuzlu Cambridge Universitetinin Cambridge University Press nəşriyyatı arasında açıq əlyetarlı məqalələrin dərci ilə bağlı razılaşma əldə olunmuşdur. Bu razılaşma əsasında Cambridge Press-in nəşr etdiyi 422 çox yüksək elmi göstəricili jurnalda 3 il ərzində limitsiz sayda məqalə dərc etmək imkanı əldə edəcək bizim alimlər. Təşəbbüs gənc alimlərlə yanaşı uzun illərdir bu sahədə fəaliyyət göstərən digər ziyalıların da ürəyincədir. Bir alim olaraq mən bu məsələni alqışlayıram. Çünki xüsusilə biz humanitar sahəni təmsil edirik və humanitar sahədə bildiyimiz kimi beynəlxalq reytinqli jurnallarda bu sahədə məqalə nəşr etdirmək çox böyük maddi vəsait tələb edir. Bizim artıq dünyaya çıxışımız təmin olunur və dövlət səviyyəsində və alimlərimiz də sərbəst şəkildə öz məqalələrini bu jurnallara verə bilərlər. Qeyd edək ki, xidmətdən istifadə etmək istəyən müəllif Cambridge Core platformasına keçid edib, siyahıdan mövzusuna uyğun jurnalı seçib, məqaləsini birbaşa jurnala təqdim edə bilər. Nəzrin Müşfiq qızı, Namiq Ağayev, İTV Xəbər.